Hörmətli izləyicilərimiz, əziz şagirdlərimiz, biz bu günləri yenə də Samux rayonunun çox qonaqpərvər kəndlərindən biri olan Kövər kəndindəyik. Kövər kəndində biz çoxlu sayda təqaüddə olan müəllimlər, şagirdlərlə bağlı çəkilişlər eləmişik. Dünənlərində biz elə Qarağaz kəndində Sayət müəllimi çəkdik, Gülçöhrə müəllimi, Məhəmməd müəllimi çəkdik və bu günlərdə bizə bu kənddən çoxlu sayda bir sorğular apardıq. Düzdür, mən tənqidçi jurnalistəm. İndi hal-hazırda işləyən direktorlar haqqında da çoxları haqqında müsbət fikirlərdə deyiləm. Amma Xanlar müəllim haqqında gözəl fikirdəyim. Xanlar müəllim gözəl müəllimdir, gözəl insandır, gözəl ağsaqqaldır. Ona görə gəlmişəm də Ofeliya müəllim də həyat yoldaşıdır. Ona da öz adımızdan sağ ol deyirik, dərin təşəkkür edirik. Neçə il təhsil sahəsində çalışmısınız müəllim? 55 ildir mənim təhsildə stajım var. 55 ildir fəaliyyət göstərirəm. Mən 1970-74-cü illərdə indiki Slavyan Universitetinin Rus dili ədəbiyyatını oxumuşam və orta məktəbdə 43 illik fəaliyyətim ərzində Rus dili, Rus ədəbiyyatı dərslərini demişəm. Sonra 43 il orta məktəbdə müəllim işləmişəm. İndi də pedaqoji fəaliyyətimi Gəncə Dövlət Universitetində uğurla davam elətdirirəm. İndi də dünyada ədəbiyyatı dərsini deyirəm. Gəncə Dövlət Universitetində hal-hazırda işləyirsiniz. Bəli, mən bu günləri Gəncə Dövlət Universiteti Azərbaycan və Dünya Ədəbiyyatı Kafedrasının baş müəllimiyəm, filologiya üzrə fəlsəfə doktoruyam. 55 illik pedaqoji təcrübəyə malikəm və o təvəzzökarlıqdan kənar çıxsa da Gəncə Dövlət Universitetinin tələbələrinin ən sevimli, hörmətli müəllimlərindən biri mənəm. Bunu siz özünüz soruşa da bilərsiniz. Yoxlaya da bilərsiniz. Mən orada çox müəllimlər çəkmişəm, hörmətli izləyicilərimiz. Orada mən Xəlil müəllim çəkmişəm. Bəli, o cümlədən Aşraf Vəkil müəllim Allah rəhmət eləsin. Bahar müəllimdir, Ofeliya müəllimdir, o cümlədən Seyran müəllimdir. Bəli, Seyran müəllimdir. Seyran müəllim mənim dostumun bacısıdır. Hansı bir çəkmişik. Lap yaxşı. Oradakı bütün müəllimlər öz adımıza dərin təşəkkür edirik. Sizə də sağ olun. Neçə yaşınızda müəllim hal-hazırda? Mən deyir ki, mən bir dəfə bir mollaya rastlaşmışdım, yaş yerisində. Dedilər, Zeynal dayı, neçə yaşım var? Deyir, 90'dan 5 illik keçmişəm. İndi mən 53-cü iləm, 72 yaşımı bitirmişəm. Allah sevmir. Davam elətdirirəm. Sizə can sağlığı arz edirəm. Sağ olun, çox sağ olun, təşəkkür edirəm. Gözəl atasınız, gözəl babası. Neçə evladınız var? Mən və Ofeliya xanım 4 evladın, 7 nəvənin həm valideyniyik, həm nənəsi babasıyıq. Biz də siz ki, müəllimlər öz adımızdan dərin təşəkkür edirik. Çağdaş Təhsil komandası olaraq sağ ol deyirik. Hörmətli izləyicilərimiz, Çağdaş Təhsil komandası olaraq biz müəllimə uzun ömür, can sağlığı arzu edirik. Və bugün 2025-ci il 25 dekabr tarixidir. Qarşıdan gələn bayram münasibət təbrik edirəm. Və arzumuz odur ki, müəllimi 72 yox, 75, 80, 90 yaşına gələk gözəl çəkiliş edək. Təşəkkür edirəm, minnətdarım. Sağ olun, mən də öz növbəmdə həm ev sahibi kimi, həm kəndin nümayəndəsi kimi, həm müəllim ordusunun biz təcrübəli yoldaşı kimi, nümayəndə kimi sizi də, sizin timsalınızla xalqımızı, başda Ali Başkomandan Müzəffər Ali Başkomandan İlham Əliyev olmaqla hamısını yeni il bayram münasibətindən təbrik edirəm. Xalqıma arz edirəm ki, 25-ci ilin uğurlarını 26-cı illərdə davam eləsin, bu uğurların sayı çoxalsın. Azərbaycan dünya miqyasında öz layiqli sözünü deyib dinləyək kimi İndən sonra da desin və dünyanın ən sayılan seçilən dövlətlərindən birinə çevrilsin. Ulu öndərin bir hədisi yadıma, sözü yadıma düşür. Deyir ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Mən də arzulayıram ki, ölkəmizin siyasi, ictimai və iqtisadi potensialı günbəgün yox, amma an artsın. Allah sizə uzun ömür versin. Sağ olun, sağ olun. Çox sağ olun.